Hörmətli müəllimlər, əziz məktəb yoldaşlarım və radio dalğalarımızın sadiq dinləyiciləri. Hər birinizi bu mənalı səhərdə ən səmimi duyğularla, dərin ehtiramla salamlayıram. Məktəbimizin mədəniyyət carçısı olan Gələcəyin İşığı FM radiosu növbəti dəfə efirdədir. Mikrofon qarşısında mənəm, 10A sinif şagirdi Qəribova Yağmur. Bugün təqvimimiz 22 may tarixini göstərir. Bu tarix dünya ədəbiyyatı, fəlsəfəsi və bəşəriyyətin azadlıq düşüncəsi üçün çox böyük, hüzünlü, lakin bir o qədər də əzəmətli bir gündür. Çünki 1885-ci ilin məhz bu günündə fransız ədəbiyyatının nəhəng siması, dünya oxuyucularının sevimlisi, haqqın və ədalətin sarsılmaz səsi olan Victor Hugo əbədiyyətə qovuşmuşdur. Gəlin, qələminin gücü ilə milyonlarla insanın qəlbinə yol tapan, ədalətsizliyə qarşı sarsılmaz bir qala kimi dayanan bu dahi sənətkarın həyatına və bizə qoyduğu ölməz sənət dünyasına birlikdə daha geniş nəzər salaq. Victor Hugo 1802-ci ildə Fransada dünyaya göz açmışdı. O sadəcə bir yazıcı deyil, həm də böyük bir şair, dramaturq, rəssam və İnsan haqlarının ən alovlu müdafiəçisi idi. Hugo'nun yaradıcılığı, insan sevgisi, sosial ədalət və azadlıq ideyaları ilə yoğrulub. Onun Səfillər və Paris Notre Dame kilsəsi kimi möhtəşəm romanları bu gün də dünyanın ən çox oxunan, ən çox sevilən və ən çox təsir bağışlayan kitabları sırasındadır. Bu əsərlərdə yazıcı xeyirlə şərin əbədi mübarizəsini, cəmiyyətin ən aşağı təbəqələrində yaşayan insanların çəkdiyi izdirabları və hər bir qaranlığın sonunda mütləq olan o ümid işığını böyük bir ustalıqla təsvir etmişdi. Jean Valjean, Cosetta, Gavroche və Quasimodo kimi unudulmaz obrazlar vasitəsilə o bizə insanların zahiri görünüşünə, sosial statusuna və ya keçmişinə görə mühakimə etmədən əvvəl onların içindəki gizli xəzinəyə, insanlıq qəlbinə baxmağı öyrədib. Victor Hugo həm də son dərəcə cəsarətli bir vətəndaş və mütəfəkkir idi. O, hər zaman haqsızlığın qarşısında polad kimi dayanmış, məzlumların və səsi eşidilməyənlərin gür səsi olmuşdu. Siyasi baxışlarına görə uzun illər sürgün həyatı yaşamasına, vətənindən uzaq düşməsinə baxmayaraq, o yazmaqdan, yaratmaqdan və öz doğrularını dünyaya hayqırmaqdan bir an belə çəkinməmişdi. Onun yaradıcılığı bütün sərhədləri və okeanları aşaraq Azərbaycana qədər gəlib çatmış, milli ədəbiyyatımıza və təfəkkürümüzə dərindən təsir etmişdi. Hugo'nun əsərləri dilimizə böyük məhəbbətlə tərcümə olunmuş, teatrlarımızın səhnələrində 10 illiklər boyu tamaşaya qoyulmuşdu. O bizə sübut edib ki, əsl sənət insanı daha mərhəmətli, daha bağışlayan və daha ədalətli olmalı. Onun mənəvi ucalığı hər zaman dillərdə səslənməlidir. Onun yazdığı hər bir cümlə oxucunu təkcə həyəcanlandırmır, həm də onu dünyanı daha gözəl, daha bərabər və daha yaşanılası bir yerə çevirmək üçün addım atmağa çağırır. Əziz məktəb yoldaşlarım, Victor Hugo'nun zəngin və fırtınalı həyat yolu bizə bir həqiqəti sübut edir. Kitablar və işıqlı ideyalar zamandan daha güclüdür. Yazıcının vəfatından 140 ildən çox keçsə də, onun düşüncələri hələ də gənclərin yolunu bir məşəl kimi işıqlandırır. Biz şagirdlər üçün onun romanlarını oxumaq təkcə mütaliə deyil, həm də həyatı, insan psixologiyasının, tarix və cəmiyyəti dərindən öyrənmək üçün əvəzsiz bir məktəbdir. Gəlin biz də Hugo'nun qəhrəmanları kimi dürüst, mərhəmətli və ədalət prinsipini hər şeydən üstün tutan parlaq şəxsiyyətlər olmağa çalışaq. Unutmayaq ki, oxuduğumuz hər bir böyük klassik əsər bizim daxili dünyamızı bir pillə daha ucaldır, təfəkkürümüzü genişləndirir və bizi kamil bir insan kimi formalaşdırır. Dəyərli dinləyicilər, dünya ədəbiyyatının əlçatmaz zirvəsi olan Victor Hugo'nun anım gününə həsr etdiyimiz bu xüsusi radio verilişimizin sonuna gəldik. Onun ruhu qarşısında dərin ehtiramla baş əyərək xatırladırıq ki, dahi yazıçılar heç vaxt fiziki olaraq ölmürlər. Onlar öz kitablarında, ölməz obrazlarında və milyonlarla insanın yaddaşında yaşamağa davam edirlər.
Sizinlə mən idim. Qəribova Yağmur. Gələcəyin İşığı FM radiosu adından hər birinizə kitablarla dolu, maraqlı, xeyirli və nurlu bir gün arzulayıram. Növbəti zəngə qədər mütaliədən qalmayın. Dahi yazıçılarımızın irsini dərindən öyrənin və hər zaman biliyə, həqiqətə can atın. Sağlıqla qalın. Ədəbiyyatın işığın sehirli dünyasında qalın.